Baxın, bilirsiniz burada məsələ mahiyyəti nədir? İndi biz son günlər müharibədən çox danışırıq, amma mən düşünürəm ki, heç kim bu müharibənin nə qədər böyük bir bölgəmizdə fəsad yarada biləcəyini təsəvvür edə bilmir. Yəni, bu müharibə baş verərsə, bölgəmiz bir barıt çəlləyi kimi partlayaraq, bütün dövlətlərə bu müharibə öz təsirini göstərəcək. Ona görə burada məsələ odur ki, hələ ki, hər iki tərəf çalışır ki, danışıqlar yolu ilə nəyəsə nail olsunlar. Yəni, Amerika Birləşmiş Ştatlarının əslində İranı vurmaq planı var. Amma burada məsələnin mahiyyəti odur ki, Amerika Birləşmiş Ştatlarının bölgədəki müttəfiqləri, istər Türkiyə olsun, Səudiyyə Ərəbistanı olsun, digər ərəb ölkələri olsun, bunlar davamlı olaraq danışıqlarda bu müharibənin baş verməməsi üçün səylər göstərirlər və danışıqlar aparırlar. Çünki mən bir daha ona gəlirəm ki, baxın, hətta Türkiyənin özündə belə Amerikanın hərbi bazası var, digər ərazilərdə var. Müharibə olarsa İsraillə bağlı müəyyən məsələlər çıxa bilər. Ona görə burada Amerikanın da bu məsələdə hələ ki danışıqlara üstünlük verməsinin səbəblərindən biri odur ki, bu müharibəni tam proqnozlaşdırmaq çətindir. Amma məsələ ondadır ki, İran tərəfi də bilir, Amerika tərəfi də bilir ki, bütün hallarda müharibə riski var. Və bu normal bir məsələdir ki, İran tərəfi də bu müharibəyə uzun müddətdə hazırlaşır. Çünki İran bilir ki, təhlükə var. Hətta bu günlərdə İranın daxilindən belə bəzi hərbiçilərin bir açıqlaması oldu ki, bütün hallarda müharibə riski var. Yəni, bunu İran da bilir və bu müharibənin ehtimalı çox yüksəkdir və ona görə Amerika Birləşmiş Ştatlarının müharibənin baş verməsinə, demək, baş verməməsi üçün İran tərəfi də müəyyən addımlar atır, amma buna paralel olaraq da özünün təhlükəsizlik imkanlarını genişləndirir, sığınacaqlarla bağlı addımlar atır, özünün radar sistemini təkmilləşdirir, yeni silahların alınması üçün addımlarını atır. Ona görə burada hələ də müharibə riski çox yüksəkdir və İran tərəfinin buna hazır olması da çox təbii bir məsələdir. Və təbii ki, mən onu müşahidə edirəm ki, və təhlillər onu göstərir ki, hələ ki danışıqlar gedəcək bir müddət və biz heç bir halda da müharibə riskini istisna etməli deyilik. Ola bilər ki, hansısa bir anda da anidən, biz bunu əvvəlki dövrdə müşahidə etmişdik, hansısa bir prosesdə başlasın. Amma mənim gördüyüm odur ki, növbəti danışıqlar var, hər iki tərəf hansısa bir razılaşmanın əldə olunması üçün ciddi cəhdlə və səylə çalışırlar.